Salam değerli şagirdlər. Bu DİM test toplusunda olan suallardan biridir faiz mövzusunda. Bizə deyir ümumi diaqramda kitablar verib fransızca, ingiliscə və almanca. Biz ilk öncə cəmi kitabların sayını tap. Yəni kitabların cəmi 70, üstəgəl 80, üstəgəl 50 bərabərdir 200. 200 kitab var. Kitab. İndi bizə deyir ki, fransız dilində olan kitablar ümumi kitabların neçə faizini təşkil edir? Fransız dilində fransızca olan kitablar, baxın burada 70 dənədir. 70. Bunu iki üsulla tapmaq olar. Bir, tapmaq olar ki, 70 200-ün neçə faizidir? Birinci üsul yazaq. Üsul. Yəni 70-i böləcəm 200-ə, vuracam 100-ə. 100 ilə 200 ixtisar gedir 2. Yəni 70 bölünsün 2 bərabərdir 35 faizi. İkinci üsul isə tənasüb üsuludur. Ümumi kitablar 200-dür də. 200 kitab 100 faizdirsə, 70 kitab x faizdir. Gətirib çarpaz vursaq, x-i 200-ə vursaq, 200x bərabərdir 70 vurulsun 100. Yenə 100 ilə 200 ixtisar gedir 2. 2x bərabərdir 70, x də bərabərdir 35 faiz. Necə rahat izlədik? Yəni 35 faiz kitab fransız dili kitablarının payına düşəcək.